Müğənni Nüşabə Musayeva qatıldığı televiziya verilişində kövrək anlar yaşayıb. Bizim media xəbər verir ki, ifaçı rəngarəng verilişinin qonağı olarkən illər əvvəl ailəsində baş vermiş ağır faciəni xatırlayıb və göz yaşlarını saxlaya bilməyib. Canlı efirdə səmimi etiraflar edən Nüşabə Musayeva bildirib ki, cəmi 15 yaşı olarkən həyatını alt-üst edən dəhşətli avtomobil qəzası keçirib. Müğənninin sözlərinə görə həmin gün ailə üzvləri ilə birlikdə əmisi oğlunun toyundan qayıdırlarmış. Əmim oğlunun toyundan gəlirdik. Hamımız çox xoşbəxt idik, gülürdük, danışırdıq. Həyatımızın ən gözəl günlərindən biri idi. Heç kim ağlına belə gətirməzdi ki, bir neçə dəqiqə sonra bu sevinç böyük bir faciəyə çevriləcək. Nüşabə Musayeva göz yaşları içində bildirib ki, maşında olan ailə üzvləri qəza zamanı ağır xəsarətlər alıblar. Onun nişanlı olan digər əmisi oğlu qəza nəticəsində tanınmaz hala düşüb. Sümükləri parçalanıb. Bacısının isə başından ciddi zədə aldığını deyən müğənni anasının vəziyyətinin daha ağır olduğunu vurğulayıb. Digər əmim oğlu nişanlı idi. O da maşındaydı. Elə vəziyyətdə idi ki, sümükləri ələ gəlmirdi. Bacımın beyin dərisi soyulmuşdu. Anamın isə başı boynuna girmişdi. O görüntülər hələ də gözümün önündən getmir. İfaçı bildirib ki, qəza baş verməzdən bir qədər əvvəl atasına avtomobili yavaş sürməsini xahiş edib. Bu detal isə onun üçün illərdir unudulmayan vücudunu sızıldadan bir xatirəyə çevrilib. Təkcə onu xatırlayıram ki, atama yavaş sür dedim, amma artıq gec idi. Nüşabə Musayeva ən sarsıdıcı anlardan birinin isə kiçik qardaşının səsi olduğunu deyib. Qəza zamanı 8 yaşı olan qardaşının qorxu dolu səslərinin hələ də qulaqlarından getmədiyini bildirib. Kiçik qardaşımın 8 yaşı var idi. Onun o an çıxardığı səsi heç vaxt unuda bilmirəm. Hələ də qulaqlarımdan getmir. Veriliş zamanı studiyada dərin sükut yaranıb, aparıcı və qonaqlar da müğənninin yaşadığı ağrını paylaşaraq ona dəstək olublar. Nüşabə Musayeva bu faciənin həyatında dərin iz buraxdığını, illər keçsə də həmin günün ağrısını hələ də ürəyində daşıdığını vurğulayıb.